Əslində ilk dəfə, ilk qonaq kimi mən istəyirdim ki, elə Elşən müəllimi çağıraq, Elşən Bağırzadəni. Çünki mənim gözümdə, ümumiyyətlə mənim üçün həddindən artıq mütaliəni sevən insandır. Nəinki mütaliə, onun belə çox belə zəngin mütaliəsi var, zəngin, özdəki çox maraqlı şəxsiyyəti və kitablarla birbaşa bağlıdır deyə də. Sadəcə fikirləşdim ki, yox, elə bir ki, hər dəfəndəki çox belə, necə deyim, çox belə insan çağıranda məsuliyyət daha çox hiss olunur. Fikirləşdim, yox, bir neçə dənə buraxılışımız olsun, sonra Elşən müəllimi dəvət eləyərik. Oy, gün o gündür. Hər dəfə deyirəm, həyəcanlanmayacağam, amma yenə həyəcanlanıram. Beynəlxalq çox, belə deyək də, çoxlu saylı kitablar yazmaq asan deyil. Bəli. Bir sıra iqtisadi fəaliyyətlər, əməliyyatlar müəyyən bir dövrdə qeydiyyatdan kənar baş verir. Kölgə iqtisadiyyatı yaradır. Ona görə bu nə qədər minimum olarsa, ölkə iqtisadiyyatı üçün o qədər faydalıdır. Tacirlər var, gedib məhsulları gətirib Azərbaycanda satırlar, amma bu gizlidir. Amma second economy, yəni bu da kölgə iqtisadiyyatı. Salam, qonağımız Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, gənc yaşlarında iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan, müxtəlif illərdə Türkiyə, Almaniya və Kiprin müxtəlif universitetlərində araşdırma aparmış, beynəlxalq və inkişaf iqtisadiyyatı üzrə mütəxəssis, UNEK rektorunun müşaviri və UNEK İqtisadiyyat Kafedrasının dosenti Elşən Bağırzadədir. Elşən müəllim hansı ki, Shadow Economics in Turkish Republic kitabının müəllifidir və biz bu kitab haqqında söhbət aparacağıq. Elşən müəllim, xoş gəlmisiniz. Hoş geldin. Sizin gəlişinizə çox hazırlaşmışdıq. Sağ olun. Yəni düşünürdük elə birinci ilk qonağımız siz olasınız, amma sonra fikirləşdik, yox, sizin kitabınız da gəlsin, daha maraqlı olacaq. Və mən nə demək istəyirdim? Deməli bizdə belə bir hesabatlar hazırlayırıq. Bizim özümüzün deməli gündəlik oxunan, gündəlik, aylıq, illik bizim hesabatlarımız olur və hansı kitablara çox müraciət olunursa, biz top onluqlar düzəldirik. Və o top onluqda mən qürurla deyə bilərəm ki, sizin iki kitabınız hər zaman, həm Əziz Sancarla bağlı olan aforizmlər kitabı, bir də ki, iqtisadi yazılar. Hətta səhv etməmsə, hansısa 2021-ci ildə isə bu kitab dalbadal oldu, yəni ilin kitabı. Hətta bu çox sevindirici. Çünki davamlı olaraq tələbələrimiz müraciət edirlər. Və bu günlərimdə sizin, mən bildiyim qədər sizin fundamental, daha geniş təhlilli bu birinci kitabınızdır, beynəlxalq nəşriyyatda. Bizə kitab haqqında biraz deyəsiniz və məlumat verəsiniz. Çox sağ olun. Yəni indiyə qədər yazdığımız əsərlər haqqında belə xoş söz eşitmək müəllif üçün çox yaxşıdır. Ona görə yaxşıdır ki, bundan sonraki fəaliyyətin davam etdirmək üçün stimul əldə edir. Kitablar oxunmaq üçün, əgər oxunmayacaqsa, yazmağın mənası yoxdur. Əgər yazıbsan, oxumurlarsa, demək ki, kitabda nəsə problem var. İndi mən sevindim ki, bu kitabları oxuyurlar, bu çox yaxşıdır. Mənim əsərlərim indiyə qədər daha çox məqalələr halında olur, kitab bölmələri halında olur. Çünki iqtisadiyyat üzrə beynəlxalq çox, belə deyək də, çoxlu saylı kitablar yazmaq asan deyil. Kifayət qədər iqtisadiyyat elmi kifayət qədər bildiyiniz kimi həm də mürəkkəb bir elmdir, riyaziyyatla bağlı bir elmdir. Ona görə belə daimi belə bu sahədə populyar kitablar az olur. Əsasən elmi kitablar olur. Onlarda 3 ildən, 5 ildən bir çıxan kitablar olur. Bizim bu son kitabımız, özünüz də qeyd elədiniz, həqiqətən də mənim özümün akademik karyeramda da kifayət qədər önəmli bir mərhələ idi. Kölgə iqtisadiyyatını mən Azərbaycanda ilk dəfə doktorluq işi yazmışam bu sahədə, yəni fəlsəfə doktoru, mənim doktorluq işim olub. Səhv eləmirəmsə, bugünə qədər o mövzuda doktorluq işi yazan ilk mən idim, amma yəqin ki, indiyə qədər də təkdir, çünki indiyə qədər kimsə gəlməyib, hər halda məni tapmayıblar ki, bu sahədə doktorluq işi yazıram, biz sizə nəsə istinad edək, nəsə bir yardımımız toxunsun. O baxımdan belə olmuşdu və 2013-cü ildə də mən müdafiə eləyib fəlsəfə doktoranlaması ilə bir neçə il sonra Azərbaycanda bu problem dövlət səviyyəsinə qalxdı və 2018-ci ildən etibarən bildiyiniz kimi Azərbaycan artıq rəsmi sənədlərində kölgə iqtisadiyyatla mübarizənin açıq şəkildə yazıldığını biz görə bildik. Vergi xidmətinin və digər sənədlərdə strateji yol xəritəsində. Çünki artıq post-neft dövrünə keçirdik. Dövlətin
neft gəlirləri azalırdı və dövlətin də şübhəsiz ki, maliyyələşməsi davam etməlidir. Davam etməsində mənbələr axtarır. Onların əsas mənbələrdən biri də o kölgədə qalan iqtisadiyyatın vergi potensialıdır. Ona görə dövlət bu sahədə maraqlı olmağa başladı. Bu kitabı mən yazmağım necə ortaya çıxdı? Şübhəsiz ki, kitabın tək müəllifi mən deyiləm, başqa bir Amerikalı həmkarım da var. Demək, mən həmişə düşünürdüm ki, bu sahədə çox geniş tədqiqatlar aparmışam. Azərbaycanda bu sahədə xeyli məqalələr, kitablar, amma bunu bir beynəlxalq səviyyəyə çıxartmaq lazımdır. Və ilk etapda da Türk ölkələrini düşündük. Çünki yaxın ölkələr olduğu üçün bu problemin səbəbləri, onunla mübarizə metodları və s. bir-birinə oxşardı. Bu ölkələr üzrə bu tədqiqat aparaq. Və açığı mənim üçün də son dönəmlər çox maraqlı idi ki, əgər bir beynəlxalq kitab yazırıqsa, o kitabın adında da nəsə deyə bilək. Məsələn, bu Palgrave Macmillan nəşriyyatında indiyə qədər neçə yüzünün nəşriyyatıdır, çoxlu sayda kitablar çıxıb. Heç bir kitabın başlığında Turkic Republic sözünü görməzsiniz. İlk dəfədir mən bunu dövrəyə gətirməyə çalışdım və həmkarlarım da məni dəstəklədi, digər həmmüəllif. Dövrəyə salmağa çalışdıq ki, belə respublikalar var, belə bölgə var, bunlar artıq öyrənilməlidir deyə, ən azından iqtisadiyyat sahəsində. Çox maraqlıdır ki, mən bir qədər bunu ehtiyatla irəli sürdüm, düşündüm ki, kitabı çap eləmək istəməzlər və s. və s. Amma çox böyük maraqla qarşılandı. Və açığı Palgrave'dən aldığımız o xoş sözlər də bizi bir qədər də həvəsləndirdi ki, yəni bu sahədə həqiqətən də belə tədqiqat olmayıb, bu coğrafiya ümumiyyətlə birlikdə araşdırılmayıb, biz bunda çox maraqlıyıq və s. və s. Və nəhayət elə o adından da çıxdı. Kitabın adı deməli Türk Respublikalarında kölgə iqtisadiyyatları, idarə etmə, institutlar, güvən və siyasət həlləri deyə bir başlıqla çıxdı. Kitab şübhəsiz ki, edit kitabdır. Yəni kitabın editörü biri mənəm, biri Seton Universitetindən həmkarım Ömər Gökçəquşdur. O da əslən Kipirlidir, o da türkdür. Və kitabın Azərbaycan hissəsinin əsas yazarlarından biri mənəm, yəni əsas yazarı mənəm. Digər həmkarım da yenə UNEP-dəndir, İbrahim Niftiyev. Sonra kitabın giriş bölməsi və bütövlükdə yəni kitabın konsepti bizim editörlər aiddir, bizə aiddir və bildiyiniz kimi bu kitabın belə bir kitabın çıxarılması bir qədər fərqlidir. Yəni Azərbaycanda çap olunan kitablar kimi deyil. Beynəlxalq kitab olduğu üçün burada müxtəlif tələblər var. Mən təxmini baxıram bu kitabın yazılmasında kimlər bölmələrin yazılmasında iştirak ediblər. Hansı ölkələr? Burada Özbəkistan var, Qazaxıstan var, Qırğızistan var, ondan sonra Türkiyə var, Şimali Kipirdən var, Amerikadan var, İngiltərədən var, London School of Economics'dən. Bu bölgə ilə bağlı yazarlardır, onlar dəvət eləmişik. Bunun kitaba təqdimat yazanlara baxırıq, onlar da yenə böyük bir coğrafiyadır, İngiltərədən var, yenə də Avstriyadan var. Yəni bu kitab tam belə beynəlxalq bir kitab kimi qəbul edə bilərsiniz. Və yazdıq, artıq kitab yazılana qədər biz danışırıq, artıq kitab çıxandan sonra oxucular danışmağa başlayacaq. Gözləyirik görək nə deyəcəklər. Elşən müəllim, kölgə iqtisadiyyatı nədir və kölgə iqtisadiyyatı haqqında kitab yazma ehtiyacı sizdə nə vaxt yarandı? Hər ölkənin ümumi məhsulu hesablanır da, bildiyiniz kimi, deyək ki, Azərbaycanda biz onu ölkəmizin bir illik fəaliyyətinin yekunu kimi, iqtisadi yekunu kimi baxırıq. O müdaxili məhsul nə qədər çox olarsa, deyirik ki, məsələn, iqtisadiyyatımız böyüyüb, kiçiləndə deyirik ki, kiçilmişik, bu yaxşı hal deyil. Daha sürətlə böyüyəndə deyirik, daha sürətlə böyüyürük. Bax, müdaxili məhsulun hesablanmasında bir il ərzində bir ölkənin iqtisadi subyektlərinin yaratdıqları əlavə dəyərin toplamı kimi baxırıq biz ona. Bu yaradılan əlavə dəyərin toplamı olduğu üçün ümumdaxili məhsul. Praktikada bu ümumdaxili məhsul göstəricisi bəzən real olaraq yaradılmış o toplam əlavə dəyəri tam əhatə edə bilmir. Niyə? Çünki bir sıra iqtisadi fəaliyyətlər, əməliyyatlar müəyyən bir dövrdə qeydiyyatdan kənar baş verir. Bunun da səbəbləri var. Səbəbləri ondan ibarət ki, iqtisadi səbəbləri var. İnsanlar istəmirlər vergi versinlər, qeydiyyata salmırlar.
Digər səbəblər ondan ibarət ki, vergilər yüksək olur. Bunu istəmirlər qeydiyyata salsınlar. Və yaxud da ümumiyyətlə çoxlu fundamental bunun səbəbləri var. Və məsələn insanlar düşünə bilir ki, bəziləri mən dövlətə vergi verirəm, dövlət bunu səmərəsiz xərcləyir. Mənə yaxşı məktəb vermir, yol vermir, elektrik vermir, işıq vermir, onu vermir, bunu vermir. Elə mən bunu vergi verənəcən o pul məndə qalsın, öz övladıma yaxşı təhsil verin məsələdir. Çox fundamental bir sahədir, çox belə deyək də dərin kökləri var. Bəzən də məsələn gəlir bu resurs zəngini ölkələrdə, Azərbaycan kimi ölkələrdə xüsusilə də dövlət məsələn resurslarındakı neftdir, qazdır və digər sahələrdən yaxşı gəlirləri olduğu üçün, özünü yaxşı maliyyələşdirdiyi üçün çox da bu sahələrə fikir vermir. Vergi alaq və s. və s. Ona görə insanlar elə çoxsuz, qeydiyyatssız bəzən görürsən fəaliyyətə üstünlük verirlər. Amma nə vaxt ki dövlətlərin gəlirləri, o resursdan olan gəlirləri azalır, artıq dövlətin də maliyyələşməsi davam eləməlidir və daha çox fokuslanır bu sahə ilə mübarizə aparmaq. Azərbaycanda da aşağı-yuxarı vəziyyət təxminən belədir son dönəmlərdə. Yəni bu kölgə iqtisadiyyatı bizim ölkələrə xas xüsusiyyət deyil, dünyanın bütün ölkələrində var, Amerika başda olmaqla. Sadəcə məsələ nədir? Məsələ ondan ibarətdir ki, kölgə iqtisadiyyatının inkişaf etmiş ölkələr o hissəsini yol verən hesab edirlər ki, buna yol vermək olar. Onu rəsmiləşdirəndə o fəaliyyət sıradan çıxır. Yəni, məsələn, küçədə kiçik ticarətdir, nə bilim, hansısa bir, dedin ki, yəni ondan vergi alsan sən, onu qeydiyyata salsan, bu mühasib tutmalıdır, minlə iş görüm, o fəaliyyət sıradan çıxır. Yəni, sıradan çıxanda da artıq o işsiz qalır və sən onu nə eləməlisən, işlə təmin edəməlisən. Amerikada da geçsəz, məsələn, New York'un arxa küçələrində görürsünüz ki, o qeyri-formal, buna daha çox qeyri-formal iqtisadiyyat deyirlər. O fəaliyyətlərlə məşğul olanlar var, amma heç kəs onlarla maraqlanmır ki, sən niyə vergi vermirsən, məsələsi. Hər ölkədə var, Türkiyədə də var. Yəni, inkişaf etmiş ölkələrdə kölgə iqtisadiyyatının o hissəsinə göz yumurlar ki, o hissəni rəsmiləşdirəndə o sıradan çıxır. O insanlar işsiz qalır, sular işini təmin etməlidir. Amma inkişaf etməkdə olan ölkələrdə isə təkcə bu deyil. Bu da geniş yayılıb, bu dediyim istiqamət. Amma çox əhatəli bir kölgə iqtisadiyyatı var. Yəni, insanlar ümumiyyətlə firmadır, biznes qurur, iş görür, qeydiyyatda deyil. Tamamilə yəni o vergi verir. Və yaxud da qeydiyyatdadır, amma fəaliyyətinin önəmli hissəsini uçotdan kənar aparır və belə olan halda dövlət onu görmür, vergi ala bilmir və nəticədə də nə olur? Onun uçotdan kənar olan yaratdığı əlavə dəyər ölkənin statistikasında ərzəksini tanımır, ümumi məhsul daha kiçik görünməyə başlayır. Burada başqa bir məsələ də ondan ibarətdir ki, bu kölgə iqtisadiyyatının həcmi nə qədər böyüksə, dövlət iqtisadiyyatı düzgün idarə edə bilməyəcək. Çünki sənin verdiyin qərarlar ancaq rəsmi qeydiyyata düşmüş sahəyə təsir göstərir. Onlar ondan kənardadır. Məsələn, deyək ki, vergi dərəcələrini azaltmaq istəyirsən ki, iqtisadi fəaliyyət biraz stimullaşsın, o zaten vergi vermir, ona heç bir təsiri yox. Və yaxud da vergi dərəcələrini artırırsan ki, bir qədər, deyək ki, məsələn, tələbi məhdudlaşdırasan, inflyasiya ilə mübarizə, o zaten vergi vermir, ona heç bir aidiyyəti yox. Və yaxud da pul siyasəti, monetar siyasəti tənzimləyə bilmir dövlət. Pulu göndərirsən bazara, banklarda deyil, bu insanların əllərindədir, yastığı altındadır və s. Bunu idarə eləmək mümkün deyil. Ona görə bu bəlli bir həddən keçəndən sonra bu təhlükəli olur, iqtisadiyyatı idarə eləmək çətinləşir və bəzən də dövləti idarə edənlər, iqtisadiyyatı idarə edənlər düşünürlər ki, məsələn, düşünə bilərlər ki, hər şey çox pisdir, çünki rəsmi rəqəmlərə baxır. Və yaxud da düşünür ki, hər şey çox yaxşıdır. Elə hamı yaxşı yaşayır və s. və s. və s. Amma məsələn, rəqəmlər onu tam göstərmir. Yəni, ona görə inkişaf etmiş ölkələr bununla çox ciddi mübarizə aparır. Xüsusilə də dövlət əgər vergi ilə maliyyələşirsə bir ölkədə, bu kölgə iqtisadiyyatının geniş yayılmasına izin verməyəcək. Çünki hər kölgə fəaliyyəti potensial olaraq dövlət üçün vergi gəlir deməkdir. Eyni zamanda da başqa məsələ var. Kölgə iqtisadiyyatları bir yerdə inkişaf edirsə, məsələn, biz Azərbaycan olaraq nə deyirik? Deyirik ki, qeyri-neft sektorunu inkişaf edək. Neyniyək? Qeyri-neft sektorunun ixrac potensialı olsun. Qeyri-neft sektorunun ixrac potensialı olması üçün bunlar həm də rəsmi fəaliyyət göstərməlidirlər. Məsələn, siz necə kölgə iqtisadiyyatla məşğul olaraq hansısa xarici bazarlara çıxa bilərsiniz, hansısa nüfuzlu markalarla rəqabət aparır. Bu mümkün deyil. Mümkün deyil.
və yaxud da sizin səhmdar cəmiyyətə çevriləsiniz, maliyyə bazarlarında sizin səhmləriniz alınıb satılar, o bazar kapitallaşması olsun. Bu mümkün deyil. Ona görə normal ölkələr həm də ona görə bu kölgə iqtisadiyyatını məhdudlaşdırırlar ki, iqtisadi fəaliyyətlər rəqabətli olsunlar. Dünya standartlarına uyğun olsun. Çünki kölgədədirsə bu fəaliyyət, ona deməli dövlət nəzarəti yoxdur. Bu məhsulun üzərinə yazdığı nələrsə varsa da ona heç inanmaq mümkün deyil. Onun yazdığı o sertifikatdır, odur, budur. Bu mümkün deyil və dünyada da buna güvənməzlər. Ona görə o məhsul elə lokal qalacaq, o fəaliyyət lokal qalacaq. Yəni bu bir növ iqtisadiyyatın dünya standartlarına uyğunlaşması və inteqrasiyası baxımından da önəmlidir. Biz niyə bunu yazmağa çox belə deyək də həvəs göstərdik kitabı yazmağa? Bu daha çox Azərbaycanla bağlı oldu. Mən Azərbaycan kölgə iqtisadiyyatı ilə bağlı doktorluq işi yazımdan sonra müxtəlif məqalələrdə Azərbaycanda kölgə iqtisadiyyatının miqyasını hesablayırdıq makro göstəricilərinə. Amma 2018-ci ildən sonra ki, dövlət bu şəkildə belə aktiv mübarizəyə başladı. Hətta bilirsiniz, rəsmi rəqəm sənədlərdə də ağartma ifadəsi vardı. İqtisadiyyatın ağardılması dövlət başçı səviyyəsində, nazirlər səviyyəsində, sonra dövlət sənədlərində bu öz əksini tapıb. Mən 2018-dən sonra düşünməyə başladım ki, yaxşı bu ağartmaya başladıq. Görəsən ağarda bildikmi, nə qədər ağartdıq iqtisadiyyatı? Şübhəsiz ki, makro göstəricilərlə, yəni makro kölgə iqtisadiyyatının iki istiqamətdə ölçülməsi var da. Birincisi birbaşa ölçmədir, bazar subyektləri arasında araşdırma aparırsan. İkincisi isə makro göstəricilərdir. Makro göstəricilər nədir? Kölgə iqtisadiyyatının rəsmi iqtisadiyyatda buraxdığı izlərdən hərəkət edirik. O izlərdən hərəkət edirik, onu ölçürük. Məsələn, monetar sahədə buraxdığı iz, məşğulluq sahəsində buraxdığı iz və s. bunlarla. Bu biraz dolayı olur. O dolayı göstəricilərini hesablayanda görürdüm ki, miqyas azalır. Amma mən buna tam əmin deyildim. Və istəyirdim ki, bunu birbaşa sektora daxil olum ki, sektorda da görə bilək. Və düşündüyüm burada ən yaxşı metod ekspertlər arasında sorğu keçirməkdir. Və Azərbaycanda 157 dənə ekspert müəyyənləşdirdim mən ki, bunlar müxtəlif sahələrdə çalışırlar. Çox akademiyadadır, amma hər sahədə. Yəni prezident administrasiyasında çalışanı var bunun içərisində, ondan sonra vergi xidmətində çalışanı var, gömrük xidmətində çalışanı var, holdinglər var, məşhur holdinglər, orada yüksək vəzifədə olanlar var. Mən bu 157 adamı müəyyənləşdirdim ki, bunların fikirləri bizim üçün faydalı ola bilər və bunların hər birinə bir anket hazırladıq və o anketi göndərdik. O anket də mənim doktorluq işimdəki konsepsiyaya uyğun hazırlanmışdı ki, biz yaxşı 2018-dən aktiv mübarizə apardıq kölgə iqtisadiyyatı ilə. Nə nəticə əldə eləmişik? Mahiyyəti də bu idi anketin. Orada çoxlu suallar var idi. Hansı tərəf yetərsizdir, hansı tərəf üstündür kölgə iqtisadiyyatının mübarizə siyasətinin və s. 157 deməli müəyyənləşdirdiyimiz anketçinin 87-si buna cavab verir. Bu çox böyük bir rəqəmdir. Yəni çox böyük bir rəqəmdir. Bunun da əsas faktoru nə idi? Niyə bu qədər cavab verildi? Orada biz açıq bəyan eləmişdik ki, anketdə bu tam anonimdir. İnternet üzərindən siz daxil olursunuz, o Google-un Google forumda hazırladıq. Göndərir, mən bilmirəm. Məsələn, cavablar gəlir, onlayn izləyirəm. Cavablar gəlir, mən orada baxıram, amma bilmirəm kimdir yəni bu cavablar. Bu tam orada da bəyan edirəm ki, kitabda da o anket bütövlükdə qoyulub sualları bizim kitabda. Bu nəticə, bu çox detallı bizə məlumatlar verdi. Və Azərbaycan bölməsinin yazılması bu kitabda mənim rəhbərliyimlə məhz bu anketə dayanıb və kifayət qədər də siyasət üçün orada nəticələr var və çox da maraqlı bir istifadə olunmağa başlayıb artıq. Yenə də digər respublikalar, məsələn deyək ki, Özbəkistanda da bilirsiniz son dönəmlər reformlar aparılır. O reformların kölgə iqtisadiyyatına ciddi təsiri olub. Onu da deyək ki, Özbəkistanda yeni Daşkənd Universiteti var. Yəni orada bir yazar oradan, bir də Özbəkistan prezidenti yanında iqtisadi tədqiqatlar və reformlar mərkəzi var. Onun rəhbəri bir yerdə yazdılar Özbəkistanı. Qırğızstanda yenə Mərkəzi Asiya Universiteti var, oradan bir professor yazdı. Türkiyədə Hacettepe'dən yazdılar. Yəni bu sahədə bildiyim
çox nüfuzlu bu yazı yaza biləcək insanlara müraciət edir və belə kitab da bu şəkildə ortaya çıxdı. Mən açığı deyim ki, belə kitabları məsələn hər il yazmaq mümkün deyil. Bu Bəli. 5 il, 10 ildən bir ortaya çıxa biləcək kitabdır. Çünki mən indiki sizlə görüşə gəlmədən öncə baxdım. Demək, bu Palgrave-ilə bizim ilk yazışmamız nə vaxt olub? İlk yazışmamız bizim olub 2024-cü ilin deməli yanvar ayının ikisində. İkisində ilk dəfə yazışmamız olub. İndi isə 2026-cı ilin artıq aprelidir. Bəli. Və bunlarla kitabı artıq yazın. İndi o əməliyyatlar çoxdur. Növbəti dəqiqələrdə onları deyərəm necə yazılır bunlar. Bilənlər də var ölkədə şərikdə belə ilk dəfə biz çıxartmırıq kitabı. 2024-cü ilin aprel ayında artıq bu prosedurlar 4-5 ay bu orada müxtəlif əməliyyatlar gedir, rəylər gedir, qərarlar verilir və s. Apreldən başladı. Yəni ta düz 2 il. 2 ilə bu indi hələ kitab bu yaxın bu dəqiqələrdə bu saatlarda gələcək Bakıya. Tam 2 il çəkir. Yəni siz təsəvvür edin ki, 2 il çəkməsi də bir tərəfə bu qədər insanla çalışmaq Bəli. çox çətindir. Çox çətin. Məsələn, mən özüm tək yazsam, özüm planımı qururam. Hərəsi bir ölkədəndir, saat fərqi var, düşüncə fərqi var, bunu uyğunlaşdırmaq. Məsələn, orada bizdə kitaba təqdimat yazıları istədilər. Təqdimat yazılarını aldığım adamların özləri belə mən kifayət qədər onlarla işləmək çətindir. Deyək ki, bu kitab ilk dəfə türk adı olduğu üçün bu kitabın adında və türk ölkələrindən alimlər ilk dəfə bu problemi, öz problemlərini özləri araşdırdığı üçün mən müraciət elədim Nobelçi Əziz Sancara, dedim siz buna bir təqdimat yazın. Orada göndərirsən Əziz Sancara bir 15-20 gündə onda qalır, o baxır, o yazır. Sonra bu sahədə bizim çox nüfuzlu bir alim var dünyada, Friedrich Schneider, yəni bu sahənin təməlim atır. Bir növ kölgə iqtisadiyyatını sektora çevirir. O da hər kəsə rəy verən deyil. Götürüb kitabı ona göndərdim ki, siz təqdimat yazın. Onda da bir, nə bilim, bir ay qalır, o da baxır orasına, burasına, o da yazır. Yəni Nigar Həşimzadə var, bizim həm yerlimiz, o da yəni Londonda Brunel Universitetində çalışır, ona göndərdi. Duke Universitetinə, yəni bunların özündə yəni zaman gedir, fikirlərin bildirilər, nəysə dəqiqləşdirirlər. Ən böyük problem bizim o bölmə yazarları ilə olur. Hərəsinin bir baxışı olur və bəzən də görürsən ki, problemlər olur, qaytarırsan, düzəldirsən. Yəni bu kitabı, belə kitabları yazmaq çox çətindir. Məsələn, mən bunu 5 ildən, 10 ildən bir bu belə kitabları yazmağa girişmək olar. Məsələn, xüsusilə də Azərbaycan hissəsində biz böyük tədqiqat apardıq. Təsəvvür edin ki, 157 adamla araşdırma apar, onun 87-si geri dönüş eləsin, bunları təhlil elə, məqalə halına sal, yəni kifayət qədər çətindir. Xalq arasında belə bir deyim var ki, kölgə iqtisadiyyatı olmasa bir sıra insanlar ümumiyyətlə yaşaya bilməzlər. Ona yaşamağı mümkün deyil. Siz bu fikirlə razısınızmı? Bu fikir çox belə ümumiləşdirilmiş fikirdir. Yəni kölgə iqtisadiyyatı olmasa insanlar yəni niyə yaşaya bilməz? Şübhəsiz ki, əgər onun alternativi yoxdursa, siz ondan razılaşa bilərəm. Yəni məsələn deyək ki, rəsmi iqtisadiyyat daha çox insan işlə təmin edə bilmirsə, ondan sonra rəsmi iqtisadiyyatda fəaliyyət göstərmək kifayət qədər maliyyətlidirsə ki, belə ölkələr çoxdur. Orada müəyyən qədər haqq qazandırmaq olur. Mən açıq deyim ki, elə bu sizin bu sualınızı biz anketdə də qoymuşduq. Azərbaycanda aparılan tədqiqatda mən onu qoymuşdum ora ki, Azərbaycanda kölgə iqtisadiyyatına olmasına belə deyək də nə qədər haqq qazandırmaq olar. Yəni bu fəaliyyətlərlə məşğul olanlar nə qədər haqlıdırlar, onlara cavab verin. Orada da yəni nəticələr də onu göstərir ki, müəyyən qədər, müəyyən anlarda, müəyyən dönəmlərdə müəyyən haqq qazandırmaq olar və yaxud da bəzi fəaliyyətlər üzrə. Deyək ki, məsələn, indi Azərbaycanda evlərdə köməkçilər işləyir də bilirsiniz. Bu köməkçilərin aldığı 300-500 min manat bir gəlir var. Bəzilərində çox da alır, ortalama da hər ay uşaq saxlayırlar, evə baxırlar. Məsələn, Almaniyada bunlar rəsmiləşdirilir. Bunlar kölgə iqtisadiyyatı deyil. Onlar vergi verirlər, müqavilə bağlayırlar insanlarla və s. İndi düşünün ki, Azərbaycanda 300 manat alan bu köməkçini biz gətirdik, vergiyə bağladıq.
Bu mühasib tutmalıdır, bəyannamə verməlidir, onu eləməlidir. İndi mühasib tutması ən azından bu şübhəsiz ki, yüksək intellektual təbəqədən deyil, yüksək təhsili də o qədər yoxdur, daha çox ixtisassız işçidir. Bunun kiməsə ehtiyacı yaranacaq. Böyle bu 300 manatı elə alıb, elə o mühasiblə, ondan o kömək edənlə, internetlə və s. mümkün deyil. Bəli. Ona görə bəlli fəaliyyətlər ki var, bəlli ölkələrdə buna deyirik ki, haqq qazandırmaq olar. Amma məsələ ondan ibarət ki, amma başqa ölkələrdə bu aktual deyil. Deyək ki, Almaniyada o köməkçi kifayət qədər pul alır. 2000-3000 avro pul alır. Yəni o asan sahə deyil. Sən demək olar ki, biz 8 saat çalışır, bəzən onlar daha çox evdə olurlar, ev işlərini görürlər, uşağa baxırlar. Məsələn, Avropada mən Almaniyada xüsusilə daha çox görürdüm. İt saxlayanlar var. İnsanlar işə gedir, onu itin saxlayır bütün gün. Yəni soruşursan, yəni kifayət qədər maaş alır. Bunun vergi verməməsi mümkün deyil. Amma bizdə yəni bizdən söhbət getmir təkcə, yəni nisbətən aşağı gəlirli ölkələrdə təbii ki, bunları hamısını rəsmiləşdirib bunlardan vergi alsaq, indiki vergi məcəlləsi ilə şübhəsiz ki, o fəaliyyətlər sıradan çıxacaq, bu insanlar işsiz qalacaqlar və iş istəyəcəklər. Rəsmi iqtisadiyyat da onları işlə təmin edə bilmədiyi üçün hamısını, burada sosial problemlər ortaya çıxır. Ona görə bəlli fəaliyyətlər üçün dediyim kimi haqq qazandırmaq olur. Zaten dövlət bunu edir, onlara göz yumur. Deyək ki, hansısa küçədə, şəhərin ətrafında biri bir məhsul gətirir, rayondan satır və s. Amma bütövlükdə siz qeydiyyatlırsınız, siz dövlətdə qeydiyyatdan keçibsiniz, firmasız, şirkətsiz, siz gəlirlərinizi gizlədirsiniz ondan sonra və s. Bu yol verilməzdir. Yəni siz gizlətməsəniz belə yaşaya bilərsiniz. Bunlara demək olmaz onu. Aydındır. Yəni inkişaf etmiş ölkələrdə də məsələn bəzilərində var bu. Bəzilərində var inkişaf etmiş ölkələrdə. Avropada çox geniş yayılmayıb. Avropada artıq rifah səviyyəsi bəlli ölçüdür. Amma məsələn orada da miqrantlar arasında görürsən, onlara da göz yumurlar, hansısa kiçik işləri görə bilirlər. Amerikada geniş yayılır. Məsələn, Amerikada qeyri-formal iqtisadiyyat kifayət qədər var. Çin kimi, Rusiya kimi ölkələr, Afrika zaten önəmli hissəsi qeyri-formal iqtisadiyyatların. Yəni, sualınıza birmənalı cavab vermək olmur. Amma bütün ölkələri ümumiləşdirib bir cavab versə, belə deyə bilərik. O fəaliyyətlər ki, onları rəsmiləşdirəndə onlar sıradan çıxır, onların kölgə iqtisadiyyatında fəaliyyət göstərməsinə göz yummaq olar. Amma burada da onlar, burada maarifçilik olmalı. Yəni, nəzərə almalıyıq ki, o insanlar bu cür ömür boyu fəaliyyət göstərsələr də orada, onların gələcəkdə problemləri yaranır. Sosial müdafiə ödəmələri yoxdur, pensiya ala bilməyəcəklər, müavinət ala bilməyəcəklər və s. Ona görə o insanlara da tövsiyə odur ki, orada müəyyən qədər kapital əldə eləsələr də rəsmiləşdirsinlər, özlərinin gələcəyini düşünsünlər ki, onların pensiya kapitalı olsun və s. və s. Tibbi sığortası olunmur. Bunlar var. Bu baxımdan tam belə demək olmur ki, haqlıdırlar. Amma bəlli fəaliyyətlərə də hə. Onun üçün də o insanlar özlərini inkişaf elətdirməlidirlər, yüksək təhsil almalıdırlar, orta təhsil almalıdırlar ki, artıq bu rəsmi fəaliyyətlərdə də məşğul olsun, ola bilsin. İndi açıq deyim də o sahələr çox çətindir əslində. İş saatı bəlli deyil, gecə-gündüz işləyirlər. Tibbi problemlər olanda yenə də özü qarşılamaq məcburiyyətində qalır, yaşdaşır dediyim kimi, pensiya təminatı yoxdur. Amma bu da reallıqdır. Yəni, inkişaf etməkdə olan ölkələrin, geri qalmış ölkələrin iqtisadi baxımdan reallığıdır. Hamısında var və bizim bu tədqiqat apardığımız coğrafiyada da çox geniş yayılır. Qırğızistan məsələn, yəni Qırğızstanı həm də qeyri-formal iqtisadiyyat adlandırmalıdır. Hər tərəfdə qeyri-formallıqlar. Özbəkistan hər tərəfdə qeyri-formallıqlar var. Xüsusilə də şəhərlərin mərkəzində olan bazarlar və onların ətrafında olan iqtisadi fəaliyyətlərin böyük əksəriyyəti qeyri-formal iqtisadiyyatdır və hökumət də çalışır ki, onlardan müəyyən bir simvolik bazarın deyək ki, rəhbərliyindən simvolik vergi alsın, amma o insanların hamısından vergi almaq mümkün deyil. Böyük tacirlər də var, böyük orada fəaliyyət göstərir, amma qeyri-formaldır. Məsələn, bizim Sədərək bazarı kimi, Binə bazarı kimi bazarlarda geniş yayılıb. Sonra kənd təsərrüfatında bu ölkələrdə çox geniş yayılıb kölgə iqtisadiyyatı ikən. Məsələn, Azərbaycanda indi kənd təsərrüfatı vergidən azaddır.
Bu bir qədər də Nə gözəl. ona şərait yaradır ki, ümumiyyətlə bu kölgə iqtisadiyyatı da başını alıb getsin bu sahədə. Çünki vergi də verirsən, Vergi şey- dövlətin ciddi nəzarəti yoxdur. Amma bir şeyi də yaddan çıxarmaq olmaz ki, kölgə iqtisadiyyatının o dağdan atılan qar kimi bir effekti var, qar topası kimi effekti var. Kölgə iqtisadiyyatı özü kölgə iqtisadiyyatı yaradır. Məsələn, bir rəsmi fəaliyyət göstərən bir şirkət əgər gedib bazarda kölgə fəaliyyəti ilə məşğul olan birindən məhsul alırsa, o alınan məhsulun kağızı, sənədi olmadığı üçün öz fəaliyyətində onu rəsmiləşdirə bilmir. Bəli. Məcburdur bu da kölgə fəaliyyəti ilə məşğul olsun. O da həmin hissəni ya nağd ödəsin və yaxud da belə kölgə yaradır. Bir növ bu yolxucu xəstəlik kimi. Ona görə bu da çox önəmlidir. Məsələn, bizim tikinti şirkətləri var, onlarla söhbət edəndə biz nə görürük? Onlar deyirlər ki, biz fəaliyyətimizi tam rəsmi edə bilmirik. Çünki çoxlu məhsullar alırıq. Onların bəziləri adi bazarlardan oradan bizə sənəd vermirlər. Sənəd vermədiyin o məhsulu da xərcinə sala bilmirsən. Məcbursan sən də kölgə fəaliyyəti ilə məşğul olasan. Ona görə biz deyirik ki, kölgə iqtisadiyyatı yaradır. Ona görə bu nə qədər minimum olarsa, ölkə iqtisadiyyatı üçün o qədər faydalıdır. Eşən müəllim, ümumiyyətlə elə bir ölkə var ki, orada kölgə iqtisadiyyatı sıfırlanıb və bu mümkündürmü? Kölgə iqtisadiyyatının sıfırlandığı ölkə yoxdur. Kölgə iqtisadiyyatlarının minimum olduğu ölkələr var. Açığı deyəndə belə qruplaşdıra bilərik. İnkişaf etmiş ölkələrdə, yəni zəngin ölkələrdə, yüksək gəlirli ölkələrdə bu minimumdur. Xüsusilə də Avropada, xüsusilə də Avropanın şimalında olan ölkələrdə bunun həcmi kifayət qədər aşağıdır. Yəni 10%-in altındadır. Yəni ümumdaxili məhsulun 10%-in altındadır, 3%, 5%, ən çox 10%. Amma inkişaf etməkdə olan ölkələrdə isə, bunlar da biz iki yerə bölə bilərik, deyək ki, yüksələn iqtisadiyyatlar var ki, onlarda bir qədər aşağıdır, amma çox belə gəlirlərin çox aşağı olduğu, yəni orta gəlirli olmayan, aşağı gəlirli olan inkişaf etməkdə olan ölkələrdə bunlar da yüksəkdir. Afrikanın əksər iqtisadiyyatları belədir. Sonra Cənubi-Şərqi Asiyanın əksər iqtisadiyyatları belədir. Bangladeş olsun, digər oradan Birma və s. ölkələr, Vyetnam, Çinin özündə də, yəni Çin kifayət qədər yüksəlməkdə olan iqtisadiyyatdır, amma onun özündə də kifayət qədər kölgə iqtisadiyyatı var. Rusiyanın özündə də kifayət qədər kölgə iqtisadiyyatı var. Yəni dediyim kimi burada sıfırlayan ölkə yoxdur, amma hansı ölkələrdə ki, kölgə iqtisadiyyatı var, inkişaf etmiş ölkədə, orada kölgə iqtisadiyyatı əsasən o az öncə dediyim kimi, yəni vergiləndirsən onu, rəsmi qeydiyyata salsan, o sıradan çıxacaq və dövlət üçün də o qədər belə deyək də maraqlı deyil. Çünki o insanlar özünü işlə təmin edib, o işsiz qalacaq, onlara göz yumurlar. Bir də ki, məsələn, bəzi məmnun edici insanlara fəaliyyətlər var. Deyək ki, öz bağında, bağçasında hansısa bir iş görür, onu satır, kiməsə hədiyyə edir və s. Bunlar qeydiyyatda deyil, amma təxmini onlar ölçürlər ki, bunun da məbləği nə qədərdir. O zəngin ölkələrdə budur. Amma geri qalmış, inkişaf etməkdə olan aşağı gəlirli ölkələrdə isə kölgə iqtisadiyyatının başqa formaları çox inkişaf edib. Yəni, ümumiyyətlə, iqtisadi fəaliyyətlə məşğuldur, heç yerdə qeydiyyatı yoxdur. Kifayət qədər də böyük dövriyyəsi var. İqtisadi fəaliyyətlə məşğulluq qeydiyyatı var, amma gəlirlərinin fəaliyyətinin önəmli hissəsi qeydiyyatdan kənar. Bu daha iyi. Məsələn, siz inkişaf etmiş ölkələrdə bu sonuncu dediyim iki formanı çox az görərsiniz. Nadir hallarda var. Çünki nəzarət sistemləri o qədər güclüdür və dediyim kimi də o insanlar da bir-birinə nəzarət edirlər. Mən açıq deyim ki, Almaniyanın deməli vergi xidmətinin ta qədimdən elə ona biz Azərbaycan dilində nə deyə bilərik? Xəbər verənlər də. Hə də bir-birindən. Xəbər verənlər. Məsələn, bu vergidən yayınır, onu həmən xəbər verir və o xidmət... Şuraya bahis olanlar. Məsələ ondan ibarətdir ki, o vergi xidmətləri onu stimullaşdırırlar. Məsələn, siz əgər bir nəfərin vergidən yayınmağı ilə bağlı dövlətin vergi xidmətinə məlumat verirsiniz, o sizə mükafat verir. Çünki vergi görür ki, bu mənə verdi, burada 1 milyon mən vergi tutacam, onun 100 minini, 50 minini bu xəbər verənə vermək problem deyil. Bəzənlərinin zarafatla deyirlər ki,
Bəzən də zarafatla deyirlər ki, Almaniyada ailələr var ki, xanım deyək ki, həyat yoldaşının ərinə məlumat verir ki, o vergidən yayınır, mükafat alır. Almaniyada olanda bizə söhbətlər çıxır. Bəzən qəzetlərə də çıxır ki, öz yaxın adamlar. Həm də burada başqa bir məsələ var. Buna cəmiyyət niyə maraqlı olmalı? Heç mükafatsız. Əgər siz bilin ki, dövlətə vergi gedirsə, hətta o ən səmərəsiz dövlət olsa belə, o vergi müəyyən qədər bizim hamımıza qayıdır. Məktəb şəklində qayıdır, yol şəklində qayıdır. İndi düşünün, bir adam fəaliyyət göstərir burada, o yoldan istifadə edir, o məktəbdən istifadə edir və s. və s. Vergi vermir. Vergi vermirsə, demək ki, bizim ümumi rifahımızdan uğurlayır da bu həmlə. Bəli. Ona görə cəmiyyətin digər üzvləri də buna maraqlı olurlar ki, qardaş, sən burada, bu ölkədə fəaliyyət göstərirsənsə, mən vergi verirəmsə, sən niyə verir? Həm də haqsız rəqabət edir. Düşün, 2 dənə şirkətdir, biri vergi verir, biri vermir və yaxud da biri az verir. Onlar necə bir-birinə rəqabət apara bilərlər? Mümkün deyil. Birinin xərci aşağı olacaq, birinki yuxarı. Ona görə həm firmalar maraqlı olurlar ki, bunlar bir-birlərinə xəbər versinlər və s. O məsələdə. İkinci, xalqın özü, əhalinin özü. Sən niyə vergi vermirsən? Yəni, bu qədər gəlirim var, imkanlarım var, vergi ver. Mənim gəlirim aşağıdır, daha yaxşı təhsil kimi o mənə qayıdacaq, daha yaxşı yol kimi mənə qayıdacaq, daha yaxşı dövlət xidmətləri kimi mənə qayıdacaq. Ona görə o cəmiyyətlərdə bu məsələlər artıq çoxdan həll olunur. Yəni, insanlar cəmiyyətə vahid bir orqanizm kimi baxırlar, vergi gəlirlərinin dövlətin maliyyələşdirməli olduğu əsas sahə kimi baxırlar vergi gəlirlərinə və bu gəlirlərdən yayınan, bu gəlirləri verməyən, dövlətin gəlirlərini oğurlayan insana düşünürlər ki, o bizim hamımızdan oğurlayır, aydındır. O baxımdan orada daha çox ictimai, ona bir sosial sanksiya deyirik də, daha çox qınaq var ki, yəni insanlar ictimai qınaq var ki, o vəziyyət. Amma bu geri qalmış dünyada isə, daha çox zəif inkişaf etmiş ölkələrdə isə, həm dövlətin özünün imkanları məhduddur, rəsmiləşdirməni genişləndirsin, həm də xalqın özündə bir biganəliyi var. Ona görə biz həmişə kölgə iqtisadiyyatla mübarizədə 4 sütun deyirik də. Birinci sütun odur ki, iqtisadiyyatın ümumi makroiqtisadi vəziyyəti normal olacaq. Gəlirlər, sən gündə burada inflyasiya varsa bir ölkədə, ondan sonra valyuta kursları tez-tez dəyişirsə və s. bu insanlar müəyyən təbəqə olacaq ki, vergidən yayınsın. Çünki gəlirləri tez-tez dəyişir, artır, azalır, krizə düşürlər və s. Ona görə bir stabil makroiqtisadi mühit olacaq. İkinci, rəsmi iqtisadiyyat cəlb edici olacaq. Yəni, burada vergilər kifayət qədər aşağı olur, qeydiyyat kifayət qədər səmərəli olmalıdır. Sən saatlarla get qeydiyyata düş. Əgər bir ölkədə qeydiyyata düşmək o sahibkar üçün peşmançılıqdırsa, təbii ki, orada belə deyək də, rəsmi fəaliyyət göstərmək istəməyəcək çox insanlar. Bu bir ikinci blokdur, yəni rəsmi iqtisadiyyat cəlb edici olacaq və verdiyin gəlirlər də sənə qayıdacaq. Verdiyin vergi gəlirlərdə bu və digər şeylərdə. Üçüncü istiqamət, kölgə iqtisadiyyatındakı fəaliyyəti cəlb ediciliyini azaldacaqsan. İnsanlar görəcək ki, məsələn, burada fəaliyyət göstərəndə mən tez yaxalanırım. Yəni, sistemlərin elə inkişaf edəcək ki, insanlar bilsin ki, bunun riski böyükdür, cəzalar yüksəkdir və s. Bu olacaq. Dördüncü blok da olacaq nə? İctimai şuuru, sosial şuuru bu istiqamətdə inkişaf elətdirmək ki, kölgə iqtisadiyyatı ziyanlıdır. Məsələn, əksər ölkələrdə, bizdə də var, bizim vergi xidməti də onu eləyirdi. Orta məktəbdən başlayaraq kitablara salırlar, verginin əhəmiyyəti, vergi sizə necə qayıdır və s. və s. Yəni, vergi vermək və yaxud da qeydiyyatlı fəaliyyət göstərmə, şəffaf fəaliyyət göstərmə baxımından bu, belə deyək də, kölgə iqtisadiyyatı əleyhinə sosial şuurun formalaşdırılması. Bu 4 blok paralel şəkildə davam edərsə, ki, necə o inkişaf etmiş ölkələrdə belədir, kölgə iqtisadiyyatda minimum olacaq. Yəni, bunun artması mümkün deyil. Yəni, kifayət qədər istiqamətdə uğur əldə edə biləcək. Deməli, Elşən müəllim, Türk respublikalarında kölgə iqtisadiyyatının əsas səbəbi nədir? Yəni, tarixmi, mentalitet, yoxsa sistem və yaxud başqa bir şey varmı? Bayaq dediyim kimi, məsələn, inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələr ki, ayrılır, kölgə iqtisadiyyatının miqyası burada, deməli, azdır, o birilərində çoxdur. Birində bir formada, o birində hər üç forma var kölgə iqtisadiyyatının. Amma
Bunların bəzən səbəblər baxımından da qruplaşdıra bilərik. Məsələn, inkişaf etmiş ölkələrdəki səbəblər başqadır, inkişaf etməkdə olan ölkələrdə səbəblər başqadır. Məsələn, Amerikadır, Avropadır, bu inkişaf etmiş zəngin ölkələrdə kölgə iqtisadiyyatının dünyada ən geniş yayılmış səbəblərindən biri olan korrupsiyanı, rüşvəti məsələn səbəb kimi görməzsiniz. Bu çox minimum haldır. Yəni onu səbəb saymaq olmur. Başqa səbəblər var. Məsələn, başqa səbəb deyək ki, Avropada kimsə kölgə iqtisadiyyatından fəaliyyət göstərirsə və yaxud da rəsmi iqtisadiyyata girmək istəmirsə, o daha çox vergi yükünün yüksək olmasından irəli gəlir, tənzimləmənin ağır olmasından gəlir. Amma məsələn, orada hansısa bir məmura nəsə pul verib, məndən işin olmasın, mən kölgə iqtisadiyyatım, belə bir şey, yəni çox da yəni təsadüfi bir şey ola bilər ki, hamıda məqəl qalar, bu necə olmur? Aydındır. Amma məsələn, inkişaf etməkdə olan, gəlirləri aşağı olan ölkələrin əksəriyyətində deyək ki, korrupsiya, bütün tədqiqatlar göstərir ki, çox ciddi bir səbəbdir. Çox ciddi bir səbəbdir. Və səbəblərdən biridir. Çünki vergidən yayınır insan əgər kölgədə fəaliyyət göstərirsə, bu xüsusilə də kiçik bir iqtisadiyyatdırsa, bu mümkün deyil də, yəni dövlətin bundan xəbəri olmasın, nəzarət sistemlərinə ilişməsin. İlişmirsə, demək ki, burada bir böyük ehtimalla nə var? Bir sövdələşmə var. Bunda adı ümumi adı korrupsiyadır. Bəzən də nə var? Məsələn, bəzi ölkələrdə, inkişaf etməkdə olan ölkələrdə məmurların özləri bu iqtisadi fəaliyyətlə məşğuldurlar, özləri yaxınları və bəzən bu məşğul olduqları sektorların önəmli hissəsi kölgə sektorları olur. Yəni bir sözlə nəzarət eləyənlə nəzarət olunan eyni adamlar olur. Aydındır. Belə olan halda eyni adam olur və yaxud da yaxın adam, yaxın qruplar olur. Belə olan halda burada daha çox vüsət alır kölgə iqtisadiyyatı. Türk respublikalarına gəldikdə isə mən açıq deyim ki, bizim tədqiqatlarda səbəblər üzərində dayananda yenə də gəldik, çıxdıq daha çox, yəni mən təkcə Azərbaycan üçün deyək ki, mən aparmışam, Özbəkistan üçün bir başqası aparıb o ölkənin adamlar. Hamısını ümumiləşdirəndə burada bir institusional səbəblər daha çox özünü göstərir. İnstitusional səbəb. Çünki iqtisadi səbəblərə çox girə bilmirik. Niyə? Məsələn, müstəqilliyin ilk dönəmlərində Azərbaycan, Özbəkistan gəlirlər aşağı idi, iqtisadiyyat pozulmuşdu və s. Onda insanların məsələn daha çox iqtisadi səbəblərdən nə vergi, yəni mənim artıq gəlirim özümə gücdən çatır, nə vergi verəcəm onlara. Bu daha çox iqtisadi səbəblər aktual idi. Amma artıq bu ölkələr deyək ki, Azərbaycan neft ixrac edir artıq, kifayət qədər gəlir ölkəyə və Özbəkistan, Qazaxıstan və s. Artıq burada ölkə zənginləşdikcə iqtisadi amil nə olur? Ortadan qalxır. Daha çox orada bir dənə gəlir bölgüsünün pisləşməsidir. Məsələn, gəlirlər əgər daha çox bir qrupun əlindədirsə, bir hissənin əlindədirsə, gəlirdən, rifahdan belə deyək də faydalana bilməyən insanlar çoxdursa, gəlirləri aşağı olanlar çoxdursa, onların arasında iqtisadi səbəblər daha geniş yayıla bilir. Amma bütövlükdə baxanda, bunun da yenə səbəbi ümumiləşdirəndə biz daha çox institusional səbəblər üzərində dayanırıq. İnstitusional səbəblər də nədir? Dediyim kimi, tənzimləmə, dövlətin qanunların deyək ki, nə qədər icra olunması, nəzarət mexanizmləri, bayaq dediyim deyək ki, korrupsiya, məsələn elə bütün bu respublikaların hamısında baxırsınız da, yəni elə görürsünüz ki, hər gün dövlət mübarizə aparır, kimisə tutur içəri atır, içəri atan elə məmur çıxır. Yəni bu və iqtisadi cinayətlə bağlı. Demək ki, burada ciddi bir nə var? Bu kölgə iqtisadiyyatının səbəblərindən biri də elə korrupsiyadır. Çünki hansını tuturlar, Özbəkistan olsun, Qazaxıstan olsun və s. Hansında bir adam ciddi bir iqtisadiyyatdır, baxsan məmurdur, heç sahibkar deyil. Bunlar hamısı institusional səbəblərdir. Biz bunu ümumiləşdiririk, institusional səbəblər. Bunun da kökləri var. Əslində mən sizə bir şey deyim ki, kölgə iqtisadiyyatının postsovet məkanında bir kökləri var da. Deyək ki, məsələn, bunlar hamısı Sovet ölkələridir. Keçmiş Sovet ölkələri. Düzdür, burada bizim tədqiqatda Kiprlə Türkiyə ayrıdır. Ona toxunacam mən. O tamam başqa bir institusional belə deyək də mirasdır. Amma bunlar hamısı Sovet institusional mirasından çıxmış ölkələrdir. Yəni Azərbaycan, Qırğızstan, Qazaxıstan, Özbəkistan. Bu
burada nədir vəziyyət? Sovetlər bilirsiniz gəldi, bütün özəl mülkiyyəti ortadan qaldırdı bu ölkələrdə və nəticədə nə oldu? Özəl mülkiyyəti ortadan qaldırdı, hər şey dövlət, gedib dövlətdə çalışırsın və s. və s. Xüsusilə də Sovetlərin sonlarına doğru bu iqtisadiyyat artıq zəifləyirdi. Bunu hamı müşahidə edirdi və insanların gəlirləri öz ehtiyaclarını qarşılaya bilməyəndə bunlar şübhəsiz ki, başqa yollara əl atacaq. Başqa yolda heç vaxt dövlət yolu ola bilməz. Düz. Bu özəl yol olmalı. Özəl yol isə bütövlükdə qeyri-qanunidir Sovetlərdə, aydındır. Evet. Məsələn, yəni biri bacarıqlıdır, bir rəsm çəksin, haradasa satmaq istəsinsə əgər, mümkün deyil. Bu artıq özəl fəaliyyətdir, biznesdir, bu qanunsuz. Ona görə Sovet dövründə ki, bütün bu özəl mülkiyyət belə deyək də qadağan olundu. Bütün özəl fəaliyyətlər qadağan olundu, hər şey dövlətdə, dövlət müəssisələrində və insanlar görəndə ki, önəmli hissə ki, bu gəlirlərlə biz yaşaya bilmirik, göstərdikləri bütün özəl fəaliyyətlər oldu kölgə iqtisadiyyat. Aydındır. Bəlkə də məsələn sistem icazə versəydi, onları rəsmiləşdirib rəsmi fəaliyyət göstərə bilərdi. Məsələn, Bakının ətrafında xeyli sexlər var idi o dövrdə. Normal məhsullar istehsal edirdilər. Amma bunlar heç vaxt rəsmiləşdirə bilmirlər. Çünki burada özəl fəaliyyət qadağandır. Tacirlər vardı. Azərbaycanın hər kəndlərində var idi, qəsəbələrində var idi. Bunlar hamısı kölgə fəaliyyəti ilə məşğul idilər. Niyə? Çünki bu özəl fəaliyyətdir və Sovet bunun qarşısını aldı. Və 1970-ci illərdən başlayaraq xüsusilə də bu Sovetlərdə bu inkişaf eləməyə başladı bu sahə. Və açıq deyim ki, bunu ilk tədqiq edənlər Sovetlərdən qaçan Yahudi mənşəli Amerikalı, Avropalı alimlərdir. Onlar məsələn Sovetlərdə, məsələn Grossman deyilən bir alim var, gedib vaxtilə Amerikaya. O məsələn dissertasiya yazırdı, əsər yazırdı və Sovetlərdəki bu sahənin adını onlar kölgə yox, second economy, yəni ikinci iqtisadiyyat adı ilə qoymuşdular, tədqiq edirdi. Və çox maraqlıdır, bunu niyə tədqiq edirlər? Onlar kapitalizmdə yaşayır, bunlar sosializmdə və rəqabətdədir ki, sosializm sıradan çıxsın da, elə deyil. Onlar deyirlər ki, sosializmi sıradan çıxartmaq üçün onu sıradan çıxaracaq amilləri stimullaşdırmaq lazımdır. Məsələn, onlardan biri də nədir? Bu Qərbdə bu second economy, yəni ikinci ekonomini tədqiq edənlər deyirdi ki, əslində Sovetlərin içərisindəki second economy, ikinci iqtisadiyyat kapitalizmdir. O nə qədər böyüksə, axırda sosializmi udacaq. Yəni biz buradan mübarizə aparmaqdansa elə oradakı o second economini təşviq etməliyik ki, o genişlənsin, nəhayət artıq bütün kapitalist münasibətlərinə çevrilir. Yəni Sovetlərin sonlarına doğru o second economy artıq ciddi bir həcmə gəlib çıxmışdı. Xüsusilə də Qarbaçov gəlib hakimiyyətə gələndən sonra müəyyən ki, biraz liberallaşdırma aparmağa başladılar. Onda dövlətin nəzarəti də zəiflədi. Bu geniş yayıldı. Məsələn, siz açıq deyim ki, Sovetlərin sonuna doğru çoxlu zəngin adamlar çıxıb bu respublikalardan ki, bunlar amma mümkün deyildi. Yəni zəngin olması mümkün deyildi. Bunların, nə bilim, əmlakları, obyektləri, ondan sonra ticarət, iqtisadiyyat, hər şey əllərində belə insanlar çıxdı. Müstəqillik dönəmindən sonra da sosializm tamamilə çöktü, yeni institusional sistem qurulur, bazar iqtisadiyyatı. Elə bu zənginlərin əksəriyyətində keçdilər burada da fəaliyyət göstərməyə. Oradakı kölgə iqtisadiyyatında olanlar, elə bu və ya digər şəkildə sonra keçdilər, məmur oldular bu respublikalarda. Məmur oldular, bu işləri davam edir. Yəni, burada ciddi bir nə var? Sovet mirası var. Yəni, Sovetlərin 70-80-dən sonra kölgə iqtisadiyyatı inkişaf edir burada. Yəni, böyük bir təcrübə yaranır. Bir də bax, bildiyim qədər də, yəni mən də iqtisadçı deyiləm, amma bildiyim qədər, yəni ən belə o qeyri-bazar iqtisadiyyatı, Sovetlərin o iqtisadiyyatını qoruyub saxlayan elə türk xalqları olubdur. Bax, Türkmənistan, Özbəkistan, məsələn, bildiyim ən bəlkə də bunların içərisində türk dilli, yəni ki, MDB, yəni ki, postsovet məkanında olan ölkələr üçün bəlkə də ən fəalı Azərbaycan olubdur. Azərbaycan və bazar iqtisadiyyatı tez keçdi. Ola bilər. Məsələ ondan ibarətdir ki, yəni institusional quruluş, yəni sistem əgər insanları
sərbəstliyi məhdudlaşdırırsa, insanlar sərbəst hərəkət etmək üçün məcburən nə edirlər? Qeyri-rəsmi davranırlar. Hı. Bir də ki, bu bölgənin, xüsusilə də türk xalqlarının tarixinə də uyğun deyildi sosializm. Niyə? Çünki bunlar İpək yolu üzərində yerləşən xalqlardır. Bunlar daim ticarət, başqa millətlərlə ünsiyyət qurmaq və s. və s. Orada gəlib özəl təşəbbüsü boğmaq, sənətkarlar, tacirlər olub bu ölkələrdə həmişə, hər zaman. İstər Osmanlıda olsun, Səfəvlərdə olsun, orada Türkistanda olsun, hamısı. Yəni bunlar özəl təşəbbüslər daim, həmişə hər zaman olub burada. Bunu gəlib boğmaq mümkün deyil tamamilə. O sosializmlə hər şeyi dövlətləşdirmək. Bu məcburən bu ölkələrdə bu inkişaf eləyirdi. Məsələn, Azərbaycanda deyək ki, mən Masaldanam, Masalda doğulmuşam. Bizdə bir dənə kənd vardı, Boradigah. Boradigah kəndi Sovet dönəminin second ekonomi mərkəzlərindən biri idi. Dünyadan istənilən məhsul oradan tapıla bilərdi. Özəl təşəbbüsü. Ya Bakının Kubinkasında məhsullar, sexlər var idi. Yəni bu hələ Sovet dönəmindən bunlarda inkişaf edirdi və mən bir şey də deyim ki, bu Sovet dönəmində bu tranzit keçidlər var idi. Bu xüsusilə də bu nə deyirik ona? Rus dönəmində, Sovet dönəmində buna Sovtranslar deyirik, indi də tırlar deyirik də o keçidlər. Onlar gəlib keçirdilər, İsveçdən, o Şərq Avropadan gəlib gedirlər. Onlar özləri də second ekonomi ilə məşğul idilər. Məsələn, insanlar onlara sifarişlər verirdi. Məsələn, mənə İsveç saatı gəlir. Gəlirdi, alırdı, buradan satırdı, alırdılar. Və yaxud da bəzi adamlara məhsullar gətirirdilər. Çünki onlar belə yoxlanılmır bir şeydə özləri gəlirdi. Cehizlər gəlirdi. Gəlirdi, o insanlar onun ticarəti ilə məşğul idi. Mənim yadımdadır. Analar cehiz sifariş nə istəyirsən, məsələn, filan şey istəyirsən, həmən vasitəçilər vardı. Deməli başda yayılırdı. Elə də ölkələrin özündə də, məsələn, Latviya, Litva, Polşa əlaqələr var idi. Tacirlər vardı, gedib məhsulları gətirib Azərbaycanda satırlar, amma bu gizli idi. Amma second economy, yəni bu da kölgə iqtisadiyyatı nə vergi vermir, mümkün deyildi. Çünki ümumiyyətlə onu dövlətə bildirmək mümkün deyildi ki, mən bu ticarətdən. Bunlar hamısı, yəni bunun bir ənənəsi var idi Sovet dönəmində. Sonradan da dediyim ki, bu insanlar əksəriyyəti də onlar itib batmadı. O kapital əldə edənlər Sovet dönəmində sonra vəzifələrə keçdilər, ondan sonra müxtəlif yerlərdə. Bu ənənənin bir Sovet mirası var bu respublikalarda. Bunun bir Sovet mirası var. Ona görə sonradan da bu institusional mexanizm dediyim kimi bir qədər fərqli inkişaf elədi bu respublikalarda. Biz daha çox institusional səbəblər üzərində dayanırıq. Qanunların işləmə səviyyəsi, dövlətin nəzarəti, məmurların sahibkarlığa qarışıb-qarışmaması və s. hamısı institusional məsələ. Türkiyə və Kiprdə isə vəziyyət bir qədər fərqlidir. Onlar uzun dönəm kapitalizm yaşayıblar. Oradakı səbəblər isə daha çox ona da institusional deyə bilər, amma bir qədər fərqlidir. Məsələn, vergi yükünün ağırlığı. Məsələn, deyək ki, Qırğızstanda bəzən soruşsan, vergi yükü ağır olsa nə olar? Məsələn, gəlsən kölgə iqtisadiyyatındasansa, vergi yükü nə qədər ağır olsun, səni maraqlandırır. Yəni, nə qədər ağır olsun, zaten mən vermirəm. Amma məsələn, deyək ki, bu Türkiyədə, Kiprdə, o bölgələrdə, Avropaya doğru gəlsən, orada bu çox önəmlidir. Kölgə iqtisadiyyatının səbəblərindən biri odur, yəni o vergi yükünün ağır olmasıdır. Ondan sonra ağır bürokratiya, şirkətin qeydiyyatına salmaq, müxtəlif şeylər. Yəni bunlar orada daha çox. Orada da var. Məmurların biznesə qarışması, rüşvət amili, korrupsiya amili orada da var. Orada məsələn başqa bir faktor var da. Deyək ki, orada ciddi bir seçki mədəniyyəti var. Məmurlar seçilirlər, millət vəkilləri, prezident, baş nazir və s. Onlar insanların belə gələcəkdə mənə səs versin, özlərini yaxşı eləmək üçün onların bəzi fəaliyyətlərinə dəstək verirlər. Söhbət əsnasında biz artıq sizlə danışanda hiss edirdik ki, o kitabın ərsəyə gəlməsi nə qədər çətinliklərlə də üzləşmisiniz. Siz onu elə bil ki, hissə-hissə, müəyyən hissələrdə bizə çatdırırdınız. Amma biraz da o deyir, artıq o kitabın çətinlikləri, başqa nə çətinliklər rast gəldiniz? Yəni, sizə nə çətin oldu? Yəni ki, kitab ərsəyə gətirməyə istəyənlər üçün və yaxud da ki, hansısa bir ciddi tədqiqatlara məşğul olmaq istəyən insanlar üçün bu faydalı olar da sizin rastlaşdıqlarınız. Amma gənc olan vaxtda kitaba belə biraz fərqli yanaşırdı. Çünki praktika bu bölgədə belədir ki, insanlar tez-tez kitab yazırlar. Yəni, biri görünür, sabah gəlir bir dənə kitab verir, birisi gün gəlir adama bir dənə kitab verir. Yəni, kitab
yəni bu qədər asan yazıla bilməz. Məqalələr də bu qədər asan yazıla bilməz. 6 ay, 1 il vaxt çəkməlidir ki, sən yeni bir şey. Çünki xüsusilə də elmidən söhbət gedirsə, indi məsələn kimsə şeir yazırsa, ona mən vaxt qoya bilmərəm. Buna nə vaxt gəlibsə, o vaxtda yazılar. Bu ayrı, amma elmi əsər üçün ciddi bir elmi fəaliyyətdir bu. Onun bir planlaması olur, onun bir tədqiqatı olur, onun bir sahə araşdırması olur, hesablamaları olur və s. və s. və s. Yəni bunu mən durum bəzən görəndə insan belə məətəl qalır ki, məsələn bəzi biri desin ki, durun gedim də məqalə yazın. Bu mümkün deyil. Yəni bu elmi məqalə belə olmur. Yəni elmi məqalə birinci problem beynində formalaşır ki, görəsən bununla bunun arasında nə əlaqə var? Sonra o əlaqəni tapmaq üçün varmı, yoxmu? Onu bir elmi problem halına gətirirsən, baxırsan ki, mənim metodlarım, tətbiq edəcəyim metodlar nədir, bunu araşdırmaq üçün. Sonra başlayırsan araşdırmağa. Bəzən olur ki, masa üzərində araşdırırsan, bəzən də olur ki, sən artıq sahəyə enməlisən, insanlarla sorğu keçirməlisən və s. Bu zaman alan bir şeydir. Yəni bunun ciddi tədqiqatlar belə olur. Bunun belə durum gedib məqalə yazım, ya kitab yazımdan deyil. Ona görə düşünürəm ki, dünyada da qəbul olunmuş praktika belədir ki, elmi kitab yazılırsa, o ortaya bir yenilik qoymalıdır. Elmə, həmin sahəyə bir töhfəsi olmalıdır. Əgər yoxdursa, onda da nə lazımdır? O bilgilər elə indi süni intellektdə də formalaşdıra bilərsiniz. Başqa kitablarda da var, internetdə də var. Yəni bilirsiniz də, yəni mən oturub mövcud olan fikirlərin hamısını toplayıb gətirib sizə kitab şəklində verəcəmsə, onda nəyə lazımdır ki? Yəni bunu indi məndən daha yaxşı eləyən axtarış motorları var, süni intellekt var. Buna kitabda bir yenilik olmalıdır. Yenilik də boş yere olmur. Yenilik də tədqiqatdan çıxır. Yəni, tədqiqat olmasa nə yenilik olacaq ki? Yəni insan bu şeir deyil ki, dediyim kimi axşam gəldi bu yeni fikirdir. Yəni bunun üçün obyekti gərək araşdırasan, tədqiqat obyektini. O baxımdan belə kitabları yazmaq çətindir. Mən bayaq rəqəmlər dedim sizə. Biz deməli 2024-cü ilin yanvarın əvvəlində ilk yazışmamız nəşriyyatla olub. Qısa bir mexanizm də deyim, bəlkə Azərbaycanda çox bunu bilmirlər. Məsələn, nə edirsiniz? Siz əvvəl bütün o məşhur nəşriyyatların, yəni bizim bu kitab çıxan o Palgrave Macmillan kifayət qədər qədim nəşriyyatdır və qlobal nəşriyyatdır. Yəni, hər yerdə artıq bunun satış yerləri var, əməkdaşlıq elədiyi platformalar və s. çox genişdir. Və buna ilk dəfə, bunların hər birinin səhifəsində var ki, kim kitab yazmaq istəyir, bizə müraciət eləsin. İlk dəfə bunlara bir mövzu və xülasəni göndərirsən. Məsələn, biz belə bir başlıq yazdıq və xülasəni göndərdik ki, görək nə deyir. Bunlar baxdılar, baxan kimi də dedilər ki, bizim üçün bu maraqlıdır. Amma bu maraqlıdır, hələ o demək deyil ki, sənin bu mövzuda kitab yazmanı biz dəstəkləyirik və çap edəcəyik və s. Sonra burada bir kitab təklifi hazırlatdırırlar sizə. Kitab təklifi, book proposal deyirlər. O kitab təklifi bir elə dissertasiya təklifi kimi bir şeydir. Nəyi araşdıracaqsan, necə araşdıracaqsan, bölmələri kim yazacaq, hansı metodlarla istifadə edəcəksən, yeniliyin nə olacaq, ümumiyyətlə sənin bu tədqiqatın həmin elmin arasında dayanır, onu göstərməlisən bütün istinadlarından filan desməkən. Sən özün yazar olaraq və yazarlar olaraq bunu yazmağa nə qədər əhl adamlarsınız, onu sübut eləməlisən, CV-ləri qoyursan, tədqiqatları qoyursan. Bütün bu proposal hazırlanandan sonra, yəni bu təklif, kitab təklifi, bu göndərirsən onlara. Orada da sizdən nə istəyirlər? Məsələn, deyirlər ki, sizin bu sahədə dünyada top 5 hesab elədiyiniz alimi verin bizə adın. Ki, bu sahəyə söz deyə bilərlər. Çünki kitabları sizin o yazdığınızı ona göndərəcəklər. Anonim, bilmirsən kimə gedir. Və onu yazırsan, göndərirsən, sonra bunlar bu təklifi göndərmədən əvvəl deməli bir daxili mexanizmləri var da. Orada 2 dənə qərar verən, məsələn, bir elmi tərəfinə qərar verir nəşriyyatın ekspertləri, bir də bunun kommersiya tərəfidir. Məsələn, sənin elmə yaxşı töhfən ola bilər, amma mövzu elə ola bilər ki, düşünə bilər ki, nəşriyyat, mən bundan pul qazana bilməyəcəm. Yəni, bu çox marjinal bir sahədir. Marjinal sahədə onda, məsələn, sizin kitabınızı yayınlamaq və yaxud da belə bir kitabı yazmağa belə deyək də, razılıq verməzlər. Buna 2 dənə hissə var. Nəysə, bu təklif hazırlanır, sonra bunlar göndərirlər anonim rəylərə. Məsələn, mən
10 nəfər, 5-10 nəfər alimin adını vermişdim ki, bunlardır rəyçilər, yəni ola bilərlər. Dünyada bu Schreider idi, nə bilim, Ceyhun İlgin idi və s. və s. Top yazarlar bu sahədə, bölgə üzrə də xüsusilə. Bilmirəm, bu günə qədər də bilmirəm ki, kimə göndəriblər ki, və kim bu rəyi verib. Bu proses gedir, onlar rəylərini yazırlar, rəylər təzədən yenə gəlir nəşriyyata, nəşriyyat orada baxır rəylərə, sonra bunların bir bordu var, o bordda yekun qərar çıxır ki, xalq reyimi ki, bunlar artıq yazsınlar bu əsəri. Sonra əsəri yazandan sonra da bir qədər asan deyirlər. Məsələn, siz o yazarlara bir yol göstərəcək, ona biz nə deyirik biz? Onu bir təlimat hazırlamalısınız. Bir onu hazırlayırsan. O təlimatda hər şey detallı, texniki tələblər də var, elmi tələblər də var ki, bax, mən burada bir məsələni deyim, bu işi asanlaşdırmaq üçün. Əgər siz mövzunu daha yaxşı bilirsinizsə, belə kitabları yazmaqda siz bir addım öndəsiniz. Niyə? Çünki dünyada bunun kim nə yazır, onları tanıyırsınız. Bəzən kitabı yazanda bölmə yazarların elan edirlər ki, məsələn, biz bu kitabı yazırıq, kim istəyir bölmə yazarı olsun. Onda təsadüfi adamlar da gələ bilir və bəzən də elmi tərəfdən yaxşı olsalar da, məsələn, akademik disiplini aşağı olan insanlar da çıxa bilir. Deyirsən ki, ayın 15-də bunu verəcəksən, heç yadından çıxır ki, verə bilir. Ona görə mən daha çox tanıdığım adamlara müraciət elədim ki, bax, mən düşünürəm ki, sən bunu yaza bilərsən, istəyirsən, yaz, mən sənə əminəm. Çünki sən ən az 5 dənə, 10 dənə məqaləni oxumuşam, sayədə tanıyıram. Bu daha işimiz asan. Amma yenə də o, dediyim kimi, o təlimat hazırlayırsan, onlar onu yazır, sonra sizə göndərirlər, oxuyursan, sən özün rəydən keçirirsən, onu qaytarırsan və nəzərdə bəzən olur ki, bunun yazdığını o da yazır, onların dəyişməlisən. Çünki bu kitabda bir vahidlik olmalıdır, sistemlik olmalıdır. Və yaxud da elə metodu tətbiq edib ki, o metod köhnədir, ümumiyyətlə onu tətbiq eləmək olmaz bu tədqiqat üçün. Belə o yazarlarla neçə 2 il təxminən yazış, onun vaxtında ver, bunu düzəl və s. Bu belə bir çətinliyi var, yəni belə kitabların yazılması. Ona görə tövsiyəm odur ki, belə tez-tez bunu yazmaqdansa 5 ildən bir belə şeylərə girişsinlər. Amma asan yolları da var. Məsələn, bəzi və bunlar da yazılıb qutarandan sonra kitabı siz verirsiniz yenidən nəşriyyata. Nəşriyyat da elə o demək deyil ki, sənə alacaq, çap edəcək. O da təzədən bunu yenə öz ekspertlərinə göndərir ki, bunu eləyiblər yoxsa yox. Təzədən məsələn bizdən nə istəyirlər? Tüm yazışmalar e-maillərdə var. Bizdən nə istəyirlər deyək ki, yazarlarla necə yazışıbsınız, onları verin bizə. Nə iradları bir görüb işləyibsiniz yoxsa yox, elə alıbsınız necə gəldi götürüb verirsiniz. Sübut etmək gibi. Onları hazırlayırsan, verirsən, təlimatları verirsən. Yəni belə bir mexanizmdir, qəliz bir mexanizmdir. Yekunda da bu qərarı verirlər, kitabı çap eləyək, kitab əvvəl elektron çap olunur, sonra fiziki şəkildə çap eləyib gətirirlər. Və şübhəsiz ki, çox yaxşı haldır. Yəni bizim universitetimiz üçün də bir tədqiqatçı olaraq bizim üçün də ki, bu günləri hal-hazırda dünyanın elə bir platforması yoxdur ki, bu kitab orada görünməsin və yəqin ki, düşünürəm ki, ilkin rəylər də onu göstərir ki, kitaba maraq böyüdü, bölgəyə maraq böyüdü. Xüsusilə də Türk Dövlətləri Təşkilatının son dönəmlər aktivləşməsi dünya yazarlarının bu bölgəyə marağını artırır, tədqiqatçıların. Belə, yəni bu düşünürəm ki, belə kitabları təşviq eləmək lazımdır, amma çətinlikləri də gözünə alsınlar. Fələrlə də, həm arxanızca, həm də üzünüzə milyon dəfə demişəm ki, siz çox mütaliə zövqlüsünüz. Hətta bəzən mənə tələbələr yazanda gəlsəm, nə oxuyum, mən də öz tövsiyələrimi verirəm. Axırda da deyirəm ki, gedin Elşən Bağırzadənin səhifəsini açın, onun kitablarını oxuyun. Və hər dəfə də o, necə deyim, sizin o bizim layihələrimizə, bizim o gördüyümüz işlərə dəstəyinizi dəfələrlə hiss etmişəm və məhz burada olmağınız da elə onun birbaşa sübutudur. Və mən sizə doğrudan da təşəkkürümü bildirirəm ki, bunca işin içində, bilirəm ki, tərcümə kitablar eləyirsiniz, nə bilim, işiniz həddindən artıq çoxdur, araşdırmalarınız davam eləyir. Yəni ki, həmçində universitetimizə belə töhfə verən
həm müəllim, həm müəllimlərimizdən birisiniz. Sevimli müəllimlərimizdənsiz. Estağfurullah. Yox, gerçəkdən belədir. Çünki biz kitabxanaçılar həm tələbələrin yanındayıq, həm də müəllimlərin yanındayıq. Bəzən elə olur ki, vallahi müəllim gəlir, heç məni tanımır, mən də onu tanımır. Amma mən inanırsa heç ona belə heç baxmaq istəyirəm. Çünki tələbələr onun haqqında o qədər belə mənfi rəy bildirirlər deyə mən də ondan münasibətim elə yaxşı olur. Amma inanın ki, sizə deyərdim ki, yəni o tələbələrinizin, o verdiyiniz, o yetişdirdiyiniz nəsil var ha ki, mən onlara görə sizə minnətdaram. Həmçində bax bu zövqünüzə görə, bu mütaliə, yəni bizim necə deyim sizə, ən birinci məqsədimiz nədir? Tələbələrimizə, gənclərimizə doğru yol göstərmək və onların karyerasına dəstək olmaq, gələcək həyatına dəstək olmaq üçün kitablardan, yəni tövsiyə eləyək kitablardan. Amma artıq sizin o səhifənizdə var, yəni sizə əl çatandır, istənilən halda sizə əl çatan olursunuz da, yəni. Mən sizə demək istərdim ki, bax sonuncu sualımız belə olsun, fərqli sual olsun. Gənclər hansı səhvləri eləməsinlər? Mən həmişə tələbələrimə deyirəm, nəyi etməyin, plansız yaşamayın. Bəli. Çünki mən axırıncı mühazirədə də bir tələbə ilə müzakirə apardım bir mövzuda. Deyirəm ki, bizim ikinci dəfə dünyaya gəlmək şansımız olsaydı, deyərdik ki, daha bu dəfə heç də bunu buraxaq, o bir dəfə gələndə düzəldib başqa iş görərdik. Hər insan bir dəfə gəlir dünyaya və verilən zamanda bir məhduddur. Bəlli bir məhdudiyyət var. Biri az, biri çox yaşayır. Amma istənilən halda bu məhduddur və nə qədər də bu günləri Elon Musk və s. digərləri nələrsə desələr də, düz olar deməkləri yaxşıdır. Bütün dünyanın elmi sübut edir ki, insan ən çox yaşaya bilər 120 il, 130 il və s. ondan sonra artıq dünyasını dəyişir. Hər halda bunun əksini sübut edən elmi nəticələri yoxdur. Yəni istənilən halda həyat məhduddur. Bizə düşən nədir? Bizə düşən odur ki, bu məhdud həyata nə qədər çox faydalı şey sığdıraq. Yəni, məsələn, biri 80 il yaşaya bilər, 5 dənə faydalı şey sığdıra bilər öz ömrünə. Biri deyək ki, 50 il yaşaya bilər, məsələn, 10 dənə faydalı şey sığdıra bilər. Məsələn, mənim üçün o 50 il yaşayan, o 80 il yaşayandan daha çox yaşayır. Bəli. Düz. Və həyatda da belədir. Məsələn, günümüzü biz boş keçirəndə bir də var dolu keçirəndə. Gedib axşam evdə oturub baxanda, fikirləşəndə görürsən ki, o boş keçirəndə düşünürsən ki, yaşamamışam. Çünki beyninə gələcək bir şey yoxdur. Oturmuşam, yaşamamışam, yatmışam və yaxud da durub baxmışam. Amma deyək ki, konferansa girdim, tələbəyə nə söyləyib və s. Gələndə gücüm nə qədər yaşamışam. 8 saatdan çox yaşamışam. Ona görə o faydalı şeyləri sığdıranda əslində o ömür də insana uzun görünür əslində kifayət qədər. Bir də var ki, heç bir şeydə, yəni bəzi insanlar da var ki, o qısa ömrünə çox şey sığdırırlar. Amma o faydalı deyil. O faydalı deyil. O faydalı deyil. Yəni o da bir yolda. Ona görə mən deyirəm ki, nə edirsiniz eləyin. Plansız yaşamayın. Çünki bu sığdırma məsələsi plana bağlıdır. Yəni plan eləyə bilməsəniz bu sığdıra bilməyəcəksiniz. Deyək ki, bu kitabda 2 il yarım ömrümüzü aldı. Bu bir plan idi, qoyduq. Nə qədər yararlı oldu, faydalı oldu ayrı. Bir planla olmalıdır. Və eyni zamanda da məhdud ömrə daha çox və düşünün ki, bir daha da gəlməyəcəksiniz. Eşəməm. Mən sizə təşəkkür edirəm. Çox sağ olun, var olun. Sizə uğurlar arzulayıram. Çox sağ olun, mən də sizə uğurlar arzulayıram. Çox sağ olun, gəldiniz və düşünürəm ki, çox maraqlı oldu və bizim izləyicilərimizə də çox maraqlı olacaq. Bir daha təşəkkürlər. Əgər belədirsə, mən də mutlu oldum.